Azərbaycan Texnologiya Universiteti İnnovasiya Mərkəzi təqdim edir. Əsrlərlə insanlar gecəni şam və neft lampası ilə işıqlandırmağa çalışırdı. Amma bu işıq zəif və təhlükəli idi. 1879-cu ildə Thomas Edison uzun sınaqlardan sonra elektrik lampasını sabit şəkildə yandırmağı bacardı və bu ixtira gecələrin taleyini dəyişdi. Edisonun ilk lampalarında karbon filament istifadə olunurdu. Şüşə kolbanın içində vakuum, yəni demək olar ki, tam havasız mühit yaradılmışdı və içəridə çox nazik bir tel yerləşdirilmişdi. Elektrik cərəyanı bu telin içindən keçəndə tel qızır və parlayaraq işıq yaradırdı. Zaman keçdikcə filamentlər təkmilləşdi. Əvvəl karbon, sonra müxtəlif metal filamentlər və daha sonra wolfram istifadə olunmağa başladı. Beləliklə evlər, küçələr və fabriklər gecə də işıqlandı. Bugün isə həmin inkişafın davamı kimi LED lampalar daha az enerji sərf edərək daha uzun ömürlü və səmərəli işıq yaradır.